Hamıya salam. Sizinlə Göyçay rayon Post kəndi Mübariz Məmmədov adına tam orta ümumi təhsil məktəbinin 8-ci sinif şagirdi İsmail Babuzadədir. Mən kitablarla inkişaf edək layihəsinin fəal üzvüyəm. Bu layihədə saysız-hesabsız kitablar oxudum. Bunlardan biri də Polyanna kitabı. Polyanna kitabı 1913-cü ildə uşaq yazıçısı olan Eleanor Porter tərəfindən yazılmış kitabdır. Kitabın əsas qəhrəmanı olan Polyanna həyatın çətinliklərinə qarşı daim pozitiv qalmağı bacaran bir personajdır. Kitab uşaq və yeniyetmələr üçün yazılsa da, əsərin universal mesajı ilə bütün yaş qruplarını düşündürməyə bacaran bir klassik əsərdir. Kitab daim, məncə bu kitab hər yaşda oxunması lazım olan bir kitabdır. Çünki içərisində çox dərin mesajlar var. Mənim ən sevdiyim kitablardan olmasının ən böyük səbəblərdən biri də insan psixologiyasına dərin bir baxışdır. Müasir dövrümüzdə də aktual olan pozitiv psixologiyanın bir formasıdır bu kitab. Əsərin məzmununa gəldikdə isə Polyanna ailəsiz qaldıqdan sonra sərt və soyuq olan xalası Polly Harrington'un evində yaşamağa başlayır. Bu evdə onu sevən yalnızca xidmətçi Nancy'dir. Çünki xalası özündən başqa heç kəs sevmir. Sonradan isə o atasının ona öyrətdiyi sevinc oyunu sayəsində həm öz şəxsi həyatında, həm də digər insanlara qarşı münasibətində həyatına rəng qatır. Bu onun həyatını yaxşıya doğru irəliləməsinə səbəb olur. Kitabda mənim ən sevdiyim nüanslardan biri də bu kitabdan sonra psixologiyada Polyanna sindromu adlanan anlayışın meydana gəlməsidir. Məncə bu müsbət bir cəhətdir. Sonradan isə Amerikada Polyanna klubları adlanan klublar da yaranmağa başlamışdır. Kitabın psixologiyası çox dərindir. Biz bu kitabı oxuyarkən beynimizdə bir çox sual fırlanır. Bunlardan ən vacibi də bu kitabı oxuyarkən görəsən hər daim insan pozitiv mi qalmalıdır? Həqiqətən də çox düşündürücü bir sualdır. Bəzi oxucular bunu tənqid etsə də, məncə uşağın perspektivindən olduğu üçün tənqid etmək heç də doğru olmaz. Çünki uşaqlar daim pozitiv qalmağı sevirlər. Əsəri oxuyanda siz bunu anlamalısınız ki, Polyanna heç nəyi umursamayan biri deyil. Sadəcə o, kiçik yaşda qarşılaşdığı həyatın çətinliklərini ümidlə bəsləyir. Mən bunu demək istəyirəm ki, siz həyatınıza sevinc oyununu dəvət edəsiniz. Polyannanın mesajı budur ki, həyat sizə bir limonad verərsə, ondan limonad düzəlir. Ancaq limonun turşuluqlarını da tanıyın. Mən ümid edirəm ki, etdiyim kitab şərhini bəyənmişsinizdir. Kitabla faydalı olaq, kitabla inkişaf edək. Sağ olun, salamat qalın.